Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının sədri Si Jinping və birinci xanım Pen Lüan Azərbaycan prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar. Çin nümayəndə heyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının sədri Si Jinpingə təqdim olundu. Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycan prezidenti fəxri qaravul dəstəsinin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Jinpinglə geniş tərkibdə görüşü olub.